Bismillahirrahmanirrahim. Biz devam edirik ərəb dilini və ya Quran-ı Kərimi oxumağa giriş kitabından və gəlib çatdıq artıq ləm əlif hərfinə. Əgər hərf demək olarsa və iki hərfin birləşməsi olan ləm əlifə. Ləm əlif ərəb dilində ləm və əlif hərflərinin ikisinin birləşməsindən əmələ gələn bir hərfdir. İki hərfin biridir. Bəzi alimlər bunu bir hərf adlandırmışdılar. Ləm əlif hərfi. Amma təhqiq edəndə məsələni görürük ki, ərəb dilində ləm əlif deyə bir hərf yoxdur. Lakin bəzi alimlər demişlər ki, ləm əlif hərfi. Yenə də deyirik, belə bir hərf inşallah ki, yoxdur. Lakin iki dənə hərfin birləşməsindən əmələ gəlir. Ləm hərfin üzərinə əlif gəlirsən, olur ləm əlif. Və onun yazılış formaları təbii ki, bu cürdə yazılır. Ləm və əlif və ya belə də yazılır. Məsələn, belə də yazılır. Belə yazılır, lakin bu belə yazılır. Aydındır. Lakin bu Quranda və ya kitablardan görmək olur. Lakin daha səlis, daha birinci öyrənən üçün bu yaxşıdır. Buradakı əlif budur. Bu ləmdir və əlifdir. Aydındır, sadəcə olaraq tez yazmaq üçün o cür yazıblar. Buradakı əlif uzatma rolunu oynayır. Məsələn deyirsən, la ilahə illallah, düzdürmü? La uzadırsan, la ilahə illallah. Demirsən, la ilahə illallah. Deyirsən, la ilahə illallah. Amma deyirsən ki, la ilahə illallah, yəni Allahla yanaşı ilah var deməkdir. O da ləm gücləndiricidir. Amma sən ki, la ilahə illallah, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Bu uzatma rolu oynayır. Quranda məsələn çoxdur. La ilahə illə huvəl hayyul qayyum və ya məsələn, la ikrahə fiddin. Aydındır, çoxdur Quran-ı Kərimdə. Və ləm əlifin yazılış forması bu cürdür. Və əslində burada ləm, yəni hərəkəsini öz üzərində göstərir. Məsələn, bəziləri belə yazır. Səhvdir, burada əlifin üzərində oldu. Lənin üzərində olsun. Lə. Aydındır? Bəli. Bu əlif bəzən uzatmadır, bəzən uzatma deyil. Aydındır? Bəzən uzatma deyil, bəzən özü bir hərfdir. Məsələn, İslam sözü kimi. Məsələn, yazırsan, əl-İslam. İslam. Əl-İslam sözündə, İslam sözündə iki dənə ləm əlif var və biri hərfdir. Yəni, əlifin altında həmzə, i. Burada isə əl-İslam. Burada isə uzatmadır. Əl-İslamu. Burada isə uzatmadır, məddir. Burada isə hərfdir. Yəni, hərf dərkən, yəni, həmzədir. Ya ə, ya i, ya u səsi verir. Aydındır? Ləm əlif birincisi ləmdir, ikincisi əlifdir. Bəzən uzatma, bəzən hansısa bir hərfi, aydındır, ifadə eləyə bilir. Burada bir, yəni, başqa bir məsələ yoxdur. Məsələ bundan ibarətdir. Aydındır? Əlif-ləm birləşməsindən əmələ gələn ləm əlif hərfi və Quran-ı Kərimdə mövcuddur. Quran-ı Kərimdə mövcuddur. Allah Teala daha doğrusunu bilir. Növbəti dərsimiz isə həmzədir. Mühüm mövzulardandır.
Hansı ki Quran-ı Kərimdə və ərəb dilində yazılarda çox rast gəlinir. Həmzəyə ərəblər Rasul ayn deyirlər. Ayn hərfinin başı. Yəni əslində məsələn ayn hərfinin arxa hissəsini və aşağı hissəsini siləndə əmələ gələn yazı ayn. Aynın baş hissəsi nədir? Həmzə. Həmzə bu cür yazılır. Bu cür. Arxasını da qoysan ayındır. Ayındır. Və həmzənin yazılış forması müxtəlif formalarda olur. Məsələn, həmzə yazılır əlifin üzərində. Həmçə əlifin aşağısında, üzərində ə, aşağısında i və ya yenə əlifin üzərində u. Aydındır? U səsi verir. Və bu cür həmzələrə təbii ki, qəti həmzə deyilir. Qəti həmzə nədir? Yəni, o həmzə oxunur. Ə, i, u və bu səs çıxır, oxunur. Təbii ki, vəsləri həmzə var. Həmzətul vasıl deyirlər. O inşallah gələcək. Yəni, o həmzəni oxumursan. Sadəcə olaraq onu keçirsən. O bu cür yazılmır. Aydındır? Bu isə qəti həmzədir. Və bəzən həmzə yazılır nəyin üzərində? Yənin üzərində. Bəzən yazılır vavun üzərində. Və bəzən yazılır xəttin üzərində. Bu cür. Aydındır? Həmzə əlifin üzərində yazılır, aşağısında yazılır, təbii ki, üzərində iki cür yazılır, sadəcə hərəkə ya fəthə olur ya damma. Aşağıda isə təkcə kəsrə olanda yazılır. Bəzən yənin, bəzən vavun, bəzən isə sətrin üzərində yazılır. Məsələn, əlifin üzərində yazmaq olar. Məsələn, əmara, əmr etdi feilini. Əmara. Aydındır? Məsələn, aşağısında, yazmaq olar İnsanun sözünü. İnsanun. Üzərində məsələn, dammaya yazmaq olar məsələn ukilə yənin və ya vavın və ya xəttin üzərində, sətrin üzərində yazılması isə bu, xüsusən ortalarda və axırlarda gələndə yazılır. Təbii ki, məsələn, həmzənin bu cür yazılışı, tək bir yazılışı da var. Məsələn, feil var gəlmək. Cəə gəldi. Məsələn, Quranda var ki, qul cəəl haqqu zəhəqəl batil məsələn. Cəə həmzə yazılır sətrin üzərində. Təbii ki, ortada olanda bu cür yazılır sətrin üzərində, çünki sətr var. Axırda olanda isə müstəqil bu cür yazılır. Yənin üzərində, məsələn, misal götürmək olar. Kudiə. Məsələn, yazıb, kitabda da o misaldır. Məsələn, kudiə. Kudiə.
Ə. Həmzə yazılıb yənin üzərində. Nə üçün qardaşlar? Çünki yə kəsraya münasibdir. Yəni yə hərfi kəsra hərəkəsinə münasibdir. Vav münasibdir damməyə. Əlif münasibdir fəthəyə. Və ya fəthə münasibdir əlifə. Vav münasibdir damməyə. Yə münasibdir kəsraya. Aydındır? Məsələn, vavun üzərində yazılana misal götürmək olar. Məsələn, göstərmək olar. Məsələn, mu'minun. Mömin sözünü. Məsələn, dammə. Mu'minun. Təbii ki, burada sukunudur. Mu'minun. Bizə dəxli yoxdur. Sukunludur, hərəkəlidir. Həmzənin yazılış formasıdır. Aydındır? Mu'minun. Mu'minun. Aydındır? Və həmçinin xəttin üzərində yazılmaq, məsəl üçün misal gətirdik. Məsəl üçün cəə və ya misal gətirmək olar. Misal gətirmək olar, məsələn, əfidətun. Fuad sözünün cəmidir, qəlb deməkdir. Əfidətun. 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 Nə üçün burada yənin üzərində, yəni xəttin üzərində yazıldı daha doğrusu. Xəttin üzərində yazıldı. Çünki həmzənin aydındır, həmzənin hərəkəsi nədir? Kəsradır. Ondan qabaq ki, sukundur. Sukunsa ən zəifdir. Ən zəif hərəkət sukundur. Aydındır? Ən zəif hərəkət sukun olduğuna görə öz nədir? Yəni şeyini götürdü. Öz halını götürdü və bu cür yazıldı. Ona görə həmzənin yazılış formaları həm əlifin üzərində, həm əlifin aşağısında olur. Əlifin üzərində və əlifin aşağısında. Əlifin üzərində iki dənədir. Fəthə və damma, aşağısında kəsra. Yənin, vavın, aydındır, üzərində də yazılır və xəttin üzərində yazılır və əlifin üzərində yazılması isə qeyd etdik də burada. Aydındır, əlifin üzərində yazılır, yənin də, vavın da. Əlifin üzərindəki bu haldır, yənin üzərində bu haldır, vavun üzərində bu haldır və xətt üzərində də bu haldır. Bəzən əlifin üzərində yazılması həm bu cür olur, həm də əlif məsələn özündən qabaqki hərflə birləşirsə. Məsələn, yəxudu sözü. Məsələn, yəxudu, yəxudu. Yəxudu o götürür deməkdir. Ərəb dilində əxadə feilinin indiki zaman formasıdır. Yəxudu. Yəxudu əlifin üzərində yəxudu. Əlifin üzərində yazıldı, lakin ortada. Əlif özündən sonra birləşmir, özündən əvvəl birləşir. Və bu da həmzənin müxtəsər forması idi dərs. Allah xeyirli, bərəkətli işlənlər üçün faydalı etsin. Və sallallahu nəbiyyə Muhammedin və aləlihi və səhbə.